Salam əziz izləyicilərim. Bugün sizə Azərbaycan mətbəxinə aid olan doğğa bişirəcəm. Deməli, qaba qatıq əlavə edərək işə başlayıram. 2 balon qatıqdan istifadə elədim. Üzərinə su tökürəm. Resepti qeyd edəcəm. Çürüməsin deyə 2 xörək qaşığı un və 2 yumurtanı sındırıram. Yaxşı-yaxşı qarışdırıram. Üzərinə burada ayrandan əlavə edirəm ki, daha rahat qarışdıra bilim. Bunu məhlulun içərisinə qatıram və ocağın altını yandırıram. Bundan sonra dayanmadan qarışdırıram ki, çürüməsin. Və burada artıq görürsünüz ki, qaynara düşür. Ondan sonra düyünü yuyuram, üzərinə düyü tökürəm. Düyü biraz bişəndən sonra duz tökürəm. Və zövqə görə göyərtilər tökürəm. Mən dağ keşnişindən, şüyüd və keşnişdən istifadə elədim. Bir qədər qarışdırıram və sonra qaynamağa qoyuram. Budur, doğğamız hazırdır. Göz haqqınızı halal eləyin. Kanalıma abunə olmağı